Salamlar dostlar, mən Kənan. Bugün Minecraft'ı necə shader modla eləyə bilərik, onu göstəririk. Kanalıma abunə like atmayı unutmayın. Onda videomuza keçək. Dostlar, ilk öncə Play Marketə giririk və axtarış yerinə shader mod yazırıq. İlk çıxana tıklayırıq. Realix shader mod Minecraft. Məndə bu yüklüdür. Siz bunu yükləyəcəksiniz. Hə, burada bir dəqiqə reklam keçsin. Burada BSF5 shader deyə axtarırsınız. BSF B-sı yazan kimi gəlir olsa. Baxın, BSF5 shader render dragon for bedrock falan. Hadi yenə reklam. Sonra məndə yüklüdür. Mən bir də yükləmək istəmirəm. Buradan installa basırıq. İnstalla. Sonra bunları bağlayayım. Minecraft'a giririk. Oradan tabii ki installa basandan sonra Minecraft'ı seçeceksiniz. Orada proqramlar gələcək. Minecraft seçeceksiniz. Həmişə istifadə edinə basacaqsınız. Yəni Minecraft'ın açılmasını gözləyirik. Aha, açıldı. İndi oyunumuz. Girdik. Sonra oynaya basırıq. Buradan öz dünyalarınıza da əlavə edə bilərsiniz. Shader modu. Bu düzənləyə basırsınız istədiyiniz bir modda. Və aşağı gəlib connect paketlərini eləyirsiniz. Amma mən bir dənə dünya açıb onu orada göstərəcəm. Çünki bütün dünyalarımda eləmişim o shader'ı. Siz görürsünüz deyə yenidən eləyəcəm mən başdan. Yeni dünya oluşdur, yeni dünya oluşdur. Bunu özüm ayarlayayım bir dəqiqə. Oradan gəlik kaynak paketlərinə. Alındı. BSF5 shader. Etkinləşdir dedik. Mən burada bir dəqiqə hiləyə etkinləşdirim. Hə, İndi dünyamızı açdıq. Yine de oluşdur. Şey. Şimdi dostlar, mən sizə gözətmək istəmirəm. Bu açılsın, sonra videoya davam edək. Dostlar, indi gördüyünüz kimi dünya açıldı. Baxın. Su gördüyünüz kimi çox şey deyil, dəyişməyib. Amma üstünə nöqtə-nöqtə detallar görürsünüz. Baxın, havada belə buludlar gerçəkçidir. Sonra günəş belədir. İndi hər hava növünü göstərəcəyik sizə. İndi bu səhərdir də. Gün doğumu eləyək, baxın. Baxın da gün doğumu. Gün çıxır oradan. Gördüyünüz kimi hava belədir. Gündüz göstərdim sizə, belədir. Sonra öğlən belədir. Gün yuxarıdan. Sonra gün batımı. Baxın, gün batır. Belədir. Sonra gece. Belədir, ay oradadır. Sonra nə qaldı? Bir dənə də gecə yarısı. Ən qəşəyi bu arada gecə yarısıdır. Ulduzlara baxın. Çox gerçəkçidir. Gördüyünüz kimi belə. Neyse, bir şey də göstərim. Madən bura görə biraz sislidir. Onu da göstərim. İndi madəni bir dəqiqə izləyici moda keçək. Madən çəkmək üçün, madən tapmaq üçün əziyyət vermək özümüzə. Dostlar, baxın, madən sonsuz gecə görüşü var. Belə görünür, onsuz biraz seslidir də. Gördüyünüz kimi. Gecə görüşü isə göstərim. Gecə görüşü də məncə heç nə dəyişməyib. Gördüyünüz kimi. Bu kadar.
Neyse dostlar, sağ olun. Salamat qalın. Digər videoda görüşəndək bay bay.